Salam əziz şagirdlər, bugün nitro birləşmələr, amillər, amin turşular, zülallar mövzusundan 26-cı sualdan 47-ci sualda daxil olmaqla baxacaq. Demək 26-cı sualda 9 qram etil amini tam yanmasına neçə litr azot alınır? İlk olaraq tənliyi yazırıq. Etil amin C2H5 NH2. Bunun yanma tənliyini yazaq. Üstəgəl oksigen. Bizdən azot istəyir. Sadəcə azotu yazsaq bəsdir. Bunun qarşısına 0,5 yazırıq, düzəlir. 9 qram etil aminin yanmasına neçə litr azot alınır bilmirik. Etil aminin emerini hesablayaq. Bu da 45 emeri. Neçə litr azot alınır? Azotun molu 0,5'dir. Normal şərait sözü varsa 22,4'ü də vururuq. Buradan hesablayıb tapırıq ki, x bərabər olacaq 2,24. 26 da B variantı. Sonra 27-ci sual. 9,3 qram anilinin bromla tam reaksiyasına neçə qram 2%li bromlu su məhlulu lazımdır? Anilin C6H5NH2'dir. O 3 mol bromla reaksiyaya daxil olur. 9,3 qram anilin görə neçə qram bromla reaksiyaya daxil olur bilmirik. Anilinin emeri 93'dür. Bromun kütləsi 160'dır. Qarşısında da 3 var. 3'ə də vursaq 480. Buradan da x bərabər olacaq 48'e. İndi bizə deyir ki, bromlu su məhlulunun kütləsi, yəni bizdə məhlulun ümumi kütləsini istəyir. Bromlu su məhlulu ibarətdir bromdan, bir də ki sudan. Brom burada neçə qramdır? 48. Amma suyun kütləsini bilmirik. Amma bizə ipucu nə verir? 2%li bromlu su məhlulu. Yəni bu məhlulda bromun kütlə payı 2'yə bərabərdir. Onda kütlə payı necə hesablayırıq? Bromu bölürük məhlulun ümumi kütləsinə, vururuq 100'ə, bərabər eləyirik 2'yə. Buradan da tapacağıq ki, n bərabər olacaq 2400. 27-də A variantı. 28. Anilin artıq miqdarda götürülmüş bromla tam reaksiyasından alınan üzvü birləşmənin molekulunda neçə hidrogen atomu vardır? Anilin, yəni C6H5NH2, bunu açıq şəkildə yazaq. NH2 qrupu birləşir. Üzərinə gəlirik 3 dənə brom. Burada əvəz etmə reaksiyası baş verəcək. 2, 4, 6-cı vəziyyətlərdə olan karbonlara gəlir brom birləşir. Brom 2, 4 və 6-cı karbona. Və 3 molda H brom çıxır. İndi bizə deyir ki, alınan bu birləşmədə, üzvü birləşmədə neçə hidrogen atomu var? Hidrogen atomu görürük 2 dənə burada. İndi biz hətta bunu belə açıq şəkildə yazsaq, karbonlar, 6 dənə karbonu düzdük. Belə, burada 2 qat rabitələr var. Burada birləşib NH2 qrupu. İndi gəldi bura brom birləşdi. Bura brom birləşdi. Bir də bu aşağı hissəyə brom birləşir. Hidrogenləri tamamlasaq, hidrogen bir burada çatmır. Bir də burada çatmır. Qalan hamısında karbonlar 4 valentlidir. Onda bizim cəmi neçə hidrogenimiz oldu? 2 dənə burada. 3, 4 dənə. 28'də olacaq C variantı. 29. 2 nitropropan haqqında hansı ifadələr doğrudur? 2 nitropropan. Proponda 3 dənə karbon var. İkinci karbona nitro qrup yazdıq. Molekulunda doğru ifadələri seçməliyik. Molekulunda azotun valentliyi 4'dür. Bəli, nitro birləşmələrdə azot 4 valentliyi göstərir. 1 doğrudur. Hidrogenlə reduksiyasından ikili amin alınır. Burada bunun hidrogenlə reduksiyası zamanı alınacaq. Yəni 3 dənə karbon burada alınır NH2. Yəni NH2 varsa bu olur 1'li amin. 2 səhvdir. İzomeri yoxdur. 2 nitropropanın izomeri var. Məsələn, biz bunu 1 nitropropan şəklində yaza bilərik. 3 də yanlışdır. Cavab olacaq yalnız 1, 29'da A variantı. 30. Molekulunda eyni sayda karbon atomu olan alkan və doymuş birli aminin nisbi molekul kütlələrinin cəmi 75 olarsa, aminin 1 molunun tam yanmasının neçə qram su alındığını hesablayın. Eyni sayda karbon atomu olan alkan və doymuş birli amin, yəni CnH2 plus 1 NH2. Emellərinin cəmi 14n üstə gəlir ki, üstə gəlsin 14n plus 17 bərabərdir 75. 28n bərabərdir 56. N bərabərdir 2. İndi aminin
yerinə yazırıq C2, H5, NH2. 1 molun yanmasından alınan suyun kütləsi. Hidrogenlərimiz burada 7 dənədir. Burada 3,5 yazırıq, yəni 1 mol dediyi üçün. Neçə qram su alınıb deyirsə, 3,5-i də vururuq 18-ə. Bu da edəcək 63. 30-da A variantı. 31. Bir karbon atomuna, bir amin, bir metil, bir karboksil qrupu və bir hidrogen atomu birləşmiş maddə üçün hansı ifadələr doğrudur? Bir karbon atomuna, bir dənə amin qrupu birləşsin. Bir dənə metil. Bir dənə də karboksil. Yəni karboksili buradan yazıq. Bir dənə də metil, amin, metil, karboksil və bir dənə də hidrogen atomu. İndi bu maddə üçün hansı ifadə doğrudur? Zülalların tərkibində daxildir, bəli, düzdür. Beta alanindirmi? Bu, xeyr, bu beta alanin deyil. 2 yanlışdır. Suda məhlul lakmusu qızardır. Xeyr, əgər bir NH2 bir dənə də COH qrupu varsa, yəni NH2 COH-a bərabərdirsə, bu lakmusa təsir etməyəcək. Optik izomeri var. Optik izomer nədir? Yəni asimetrik karbon atomu. Görürük ki, bu karbon atomuna bir tərəfdən hidrogen, bir tərəfdən metil, bir tərəfdən amin qrupu, bir tərəfdən karboksil qrupu birləşib. Yəni 4 tərəfdən fərqli radikal birləşibsə, bu asimetrikdir. Bu zaman olacaq cavabımız 35-də, 31-də 1 ilə 4 C variantı. 32. Doymuş alifatik birli amin, doymuş alifatik aldehid, molekulda sigma rabitələrin ümumi sayı AA. Doymuş alifatik birli amin CnH2n plus 1 NH2. Doymuş alifatik aldehid CnH2nO. Sigma rabitələrin ümumi sayı bərabərdir. Demək, açıq quruluşlu maddələrdə sigma rabitələrin ümumi sayı bərabərdir. Ümumi atom sayından bir vahid əksik. Ümumi atom 3n plus 4-dür. Bir vahid əksik 3n plus 3. Həmçinin aldehidlərdə də ümumi atom sayı 3n plus 1-dir. Ondan bir vahid əksik 3n. Sigma rabitələrin sayı bərabərdir. Demək, doymuş alifatik birli aminin kütləsi m-dir. İndi burada əgər bizə deyirsə ki, sigma rabitələrin ümumi sayı bərabərdir, onda bu aldehidə bir dənə gətirib əlavə CH2 qrupu da yazsaq, o zaman burada ümumi sigma rabitələrin sayı nə olacaq? Ümumi atom sayından, yəni 3n plus 4-dən bir vahid əksi 3n plus 3. Bu zaman bizim artıq sigma rabitələrimiz bərabər oldu. Aminin MR olacaq. Molekul kütləsi M-lə işarə olunub 14n plus 17. İndi doymuş alifatik aldehidin kütləsi görək nəyə bərabərdir? 14n plus 16 buradadır. 14 də burada. 14n plus 30-a. Yəni x nəyə bərabər olacaq? Biz bu m-in üstünə neçə gəlsək 14n plus 30 verər. M-in üstünə 13 gəlsək. 32-də olacaq Y variantı. 33. 1 mol tetrapeptidin əmələ gəlməsi zamanı neçə mol su ayrılır? Tetrapeptid əmələ gəlir 4 dənə amin turşudan. 4 amin turşudan alınır tetrapeptid və amin turşunun sayından bir vahid əksik mol miqdarda su ayrılır. Yəni 3 mol su alınır. 33-də B variantı. 34. Demək, C2H5COH. Reaksiyanı tamamlayaq. Hidrogenlər H3. Bunun üzərinə xlor gəldi. Xlor gələn zaman xlorun biri gələcəyi bu. Karboksil qrupuna ən yaxın yerləşən karbona birləşir. Və oradan xlorun biri bura birləşir. Bir digər xlor isə gəlir buradan hidrogeni götürür. H xlor şəklində çıxır. CH3. Sonra bunun üzərinə NH3 gəlirik. Bunun üzərinə də NH3 gələndə yenə hidrogenin biri gəlir. Buradan xloru götürür. Qalır NH2. NH2 də gəlir o xlorun yerinə daxil olur. Doldu amin turşu. İndi deyir ki, Y-in suda məhlul lakmusu qızardırsa, yəni o çıxan Y nədir? H xlordur. Bu zaman Z maddəsi üçün, yəni Z maddəmiz budur. Doğru olan fikirləri seçməliyik. Suda məhlulu elektrik cəryanını keçirir. Bəli, COH və NH2 qrupu olan maddələr suda məhlulu elektrik cəryanını keçirir. Bir doğrudur. Sonra, qələvi ilə reaksiyasından kəskin iyili qaz alınır. Xeyr, bu qələvi ilə reaksiyası zamanı qaz ayrılmır. Yəni, kəskin iyili qaz ayrılmır.
Qələvi ilə reaksiya daxil olan zaman mübadilə reaksiyası baş verir. Duzla su alınır, orada qaz alınmır. Xlorid turşu ilə mübadilə reaksiyasına daxil olur. Demək, bu xlorid turşusu ilə birləşmə reaksiyasına daxil olur. 3-də səhvdir. Amfoter xassəlidir, bəli. 4 doğrudur. 3 amin propan turşusudur. 3 amin, xeyr, bu 2 amin propan turşusudur. Zülalların tərkibinə daxildirmi? Bəli, düzdür. Burada cavabımız olacaq 1, 4, 6, Y variantı. 35. Doymuş alifatik monoamin monokarbon turşusu molekulunda karbon atomlarının hibrid orbitallarının ümumi sayı 7'dir. Doymuş alifatik monoamin monokarbon turşularının formulları SN H2N-1 O2 NH2'dir. Burada karbon atomlarının hibrid orbital sayı. Bir dənə N karbondan, yəni bir dənə karboksil qrupu var. O da sp2 halındadır. Əgər bir karbon sp2-dirsə N dənənin, qalan N-1 olur sp3. Bu da bərabərdir 4N-4'ə. sp2'mizdə bir dənə oldu. O da bir dənə sp2 nə deməkdir? 1s2p 3 dənə. Cəmi 4n-1 sayda hibrid orbital var. 4n-1 nəyə bərabərdir? 7'yə. Buradan da n bərabərdir 2. İndi amin turşusunun polikondensləşməsindən əmələ gələn tripeptidin nisbi molekul kütləsi. Formulda n'in qiymətini yerinə yazırıq. S2 H3 O2 NH2. Tripeptid deyirsə, demək bu 3 dənə amin turşusu götürülüb, tripeptid alınıb, bir də 2 dənə də su çıxır. İndi bu amin turşumuzun emeri 3'ü vururuq, onun bu birləşmənin nisbi molekul kütləsinə eləyir 225. Suyumuz da 2 vur 18 36'dır. Bunda tripeptidi necə tapırıq? Bilir ki, reaksiya daxil olan maddələrin kütlələri cəmi alınan maddələrin kütlələri cəminə bərabərdir. Buradan da tapırıq ki, x bərabər olacaq 189'a. 35'də Y variantı. 36. Hansı maddənin köməyi ilə zülal makromolekulunda aromatik amin turşu qalğının olduğunu müəyyən etmək olar? Bunu nitrat turşusu vasitəsi, qatı nitrat turşusu vasitəsilə 36'da C variantı. 37. Doymuş alifatik monoamin monokarbon turşusu. CnH2n-1 O2 NH2. Molekulunda proton sayı. Demək, karbonun 6 protonu var, hidrogenin 1, oksigenin 8, azotun 7, hidrogenin 1. Demək, hər birinin protonu vururuq sayına. 6n üstə gəl. 1'i vururuq 2n-1'ə. 2n-1, 8'i vururuq 2'yə. 16, 7'ni vurdum 1'ə. 7, 1'i vurdum 2'yə. 2 bərabərdir 48'ə. 8n bərabər olacaq. Demək, 15 üstə 22 üstə 2, 24. Bu eləcək 24. N də bərabər oldu 3'ə. Yəni, formulumuz C3H5 O2 NH2. Alınan dipeptid deyirsə, demək 2 dənə amin turşusu götürülüb, dipeptid alınıb və 2 molda su çıxıbdır. Bizdən dipeptidin kütləsini istəyir. Demək, bunun emerini hesablasaq, 2'ni vururuq. 2'ni vururuq 89'a. Su da 2 vur 18, 36'dır. Dipeptidin kütləsini necə tapacaq? Bilirik ki, reaksiya daxil olan maddənin kütlələri cəmi, əgər 2 maddə varsa ikisini, indi burada 1 maddə var. Bunun emeri eləyir, yəni ümumi kütləsi 178 bərabərdir. Alınan maddələrin kütlələri cəmi. Buradan da n bərabər olacaq 100. Yox, burada nəsə hesablama səhv var. Burada özürlü sayı səhv yazmışam. Dipeptiddə bir dənə su çıxır. Amin turşu molekul sayından bir vahid əksik. Bu zaman olacaq bu 18. 178'dən də 18 çıxanda olacaq 160. 37'də C variantı. 38. Doymuş alifatik aldehid və doymuş alifatik monoamin monokarbon turşusu. Doymuş alifatik aldehid CnH2n-O. Bizə deyir ki, molekulunda sigma rabitələri sayı 9'dur. Dediyi açıq quruluşlu birləşmələrdə ümumi atom sayından bir vahid əksik verir. Sigma rabitələrin sayını n bərabərdir 3. N'ni 3 tapdıq, yəni karbonun sayı 3'dür.
Alifatik monoamin monokarbon turşusunda da deyir ki, karbon atom sayı A'dır, yəni bir-birinə bərabər ikisindədir. Onda doymuş alifatik monoamin monokarbon turşusunun formulu CnH2n-1 O2NH2-dir. E'nin qiymətini yerinə qoysaq, C3 2 dəfə 3 6, 6-dan 1 çıxdıq 5, O2 NH2. İndi bunun molekulunda sigma rabitələrin ümumi sayını tapmalıyıq. Yəni açıq quruluşlu birləşmələrdə ümumi atom sayından bir vahid əksik. Ümumi atom 3, 5, 8 üstəgəl ki 10, 13 dənədir. Bir vahid əksik 12 eləyəcək. 38-də olur B variantı. 39. Bu amin turşu üçün hansı ifadələr doğrudur? Suda məhlulu qələvi mühit yaradır. Xeyr, burada NH2 və COH yəni bir-birinə bərabərdir. Bu neytral mühit yaradacaq. Xlorid turşular reaksiyaya daxil olur, bəli. Natrium hidroksid ilə daxil olmur, xeyr, daxil ola bilir. Suda yaxşı həll olur, bəli. 39-da olacaq 2 ilə 4 C variantı. 40. Monoamin monokarbon turşusu molekulda hidrogenlərin sayı bu qədər. Amin turşudan alınan tripeptid molekulunda olan hidrogenlərin sayını tapmalıyıq. Demək, monoamin monokarbon turşusu. Demək, formulumuz CnH2n-1 O2NH2-dir. Burada hidrogenlərin sayı nə qədərdir? 2n-1, 2 dənəsi də burada, plus 2. 2n plus 1-dir. Hidrogenlərin sayı 2x plus 4-ə bərabərdir. Onda 2n plus 1-i bərabər edirəm 2x plus 4-ə. Tapırıq 2n bərabərdir 2x plus 3. Hər tərəfi 2-yə bölək, n bərabərdir x plus 1,5. N'in qiymətini tapdıq. İndi bizə deyir ki, demək, amin turşudan alınan tripeptidin molekulunda olan hidrogenlərin sayını tapın. Tripeptid deyirsə, indi biz amin turşunun tripeptid deyirsə 3 dənə amin turşu götürmüşük. İndi formulda x'in qiyməti, n'in tapdığımız qiymətini yerinə yazırıq. N neçə oldu? X plus 1,5. Hidrogenimiz n'in yerinə yazırıq 2. Yəni hidrogenlərimiz ümumi nə qədərdir? Belə deyək, 2n plus 1-dir də. Yerinə qoysaq 2x üstəgəl 1,5 plus 1 bərabərdir 2x plus 3 üstəgəl 1, 4. Ümumi hidrogenlərimizin hamısını bir yerə yığdım. 2x plus 4 qaldı O2 ilə n. 3 amin turşudan alınan tripeptiddən 2 dənə su. Demək, ümumi bizim burada nə qədər hidrogenimiz var? 3 vurulsun 2x plus 4. Suda nə qədər var? 2 vurulsun 2, 4 dənə. İndi tripeptiddə tapmalıyıq. N nəyə bərabərdir? Soldan sağa çıxırıq. Solda bunu da sadələşdirsək 6x plus 12-dir. N'ni tapmaq üçün n bərabərdir 6x plus 12 minus 4. Bu da 6x plus 8 edəcək. 40-da olur Y variantı. 41. Eyni monoamin monokarbon turşusundan əmələ gələn tripeptidin molyar kütləsi 6n plus 3 qram bölü moldur. Bu amin turşunun molyar kütləsini müəyyən edin. Demək, tripeptid deyir. 3 dənə amin turşudan alınıb tripeptid və 2 dənə də su çıxır. Əgər tripeptidin molyar kütləsi 6n plus 3-dürsə, onda biz amin turşunun molyar kütləsini tapmalıyıq. Suyumuz nə qədərdir? 2 vur 18, 36. Onda bu ümumi amin turşusunun kütləsi nədir? 3 vurulsun m. 3m bərabərdir 6m plus 3 plus 36. 3m bərabərdir 6m, yəni bu m'lər qarışmasın deyə bunu mən m ştrix yazım. 6m plus 39. Buradan da hər tərəfi 3'ə bölür. Çünki bizə amin turşunun molyar kütləsi lazımdır. M ştrix bərabərdir 6m plus 39 bölünsün 3'ə. Bu da olacaq 6'ını 3'ə böldük 2m. 39'u da 3'ə bölsək 13. 2m plus 13. 41'də olur B variantı. 42. Doymuş üçlü amin. Yəni aminlərin ümumi formulu nədir? CnH2n plus 1NH2'dir. Bunun molekulda proton, neytron fərqi 13'dür. Karbonun kütləsi 12, protonu 6, hidrogen 1-1, azot 14, 7, hidrogen 1-1. Burada protonları tapsaq, proton nəyə bərabərdir? Karbonun proton sayını vururuq indeksinə 6n.
Hidrogenin bir protonu var. Vururuq əmsalına, indeksinə 2n plus 1. Azotun protonu 7'dir. Vururuq indeksinə 7. Hidrogen protonu 1'dir. Vurduq indeksinə 2. Cəmi 8n plus 10'a bərabərdir. İndi neutronların sayını tapaq. Kütlədən çıxırıq protonu. 12'dən 6 çıxdıq. 6 vururuq indeksinə 6n. Hidrogen 1'dən 1 çıxdıq 0 eləyir. Ona görə hidrogenləri nəzərə almırıq. Azot 14'dən 7 çıxdıq. 7 vururuq da 1'ə, yəni indeksinə eləyir 7. Neutron sayı da oldu. 6n üstə gəl 7. İndi protonla neutronun fərqi 13'dür. Protonun 8n plus 10'dur. Çıxırıq neutronu. 6n plus 7. Mötərizəni açırıq. Üstə gəl 10 çıxılsın. 6n çıxılsın 7 bərabərdir 13. Buradan 2n bərabərdir 16. N də bərabər olacaq 2n 16. N bərabərdir. Daha doğrusu burada bu müsbət 3'dür. Bu tərəfə keçəndə olur. 13'dən 3 çıxırıq 10. N bərabərdir 5'ə. Doymuş üçlü amin deyirsə, demək bu azot bu şəkildədir. Buna 3 dənə karbon birləşibdir. Və deyir molekulunda birli karbon atomlarının maksimum sayı. Əgər maksimum sayı deyirsə, birli karbonların sayı maksimumdur. 5 dənə karbonumuz var. 3'ünü belə yazdıq. Birini belə yazaq. Birini də belə yazsaq, bu zaman maksimum neçədir? Bu birlidir, bir karbonla birləşib. Bu birlidir, bir karbonla birləşib. Bu birlidir, bir dənə karbonla birləşib. Bu da birlidir, bir karbonla birləşib. Amma bu karbonumuz yalnız azotla birləşib. Yəni bu nə birli, nə ikili, nə üçlü deyil. Cəmi neçədən oldu? 4'lü. Yəni 4 dənə birli karbon atomumuz var. 42'də olur Y variantı. 43. Venn diaqramına əsasən A'ya uyğun olanları müəyyən edin. Yəni glisinlə etan turşusu üçün ortaq olanları müəyyən etməliyik. Glisinin formulu, yəni amin turşusudur. NH2, CH2, COH. Etan turşusu da CH3, CH2, COH. Etan turşusu deyirsə, 2 dənə karbon var burada. Bunu silək. CH3, COH, yəni sirkə turşusu. Demək, xlorid turşusu ilə reaksiyaya daxil olur. Xlorid turşusu ilə reaksiyaya daxil olan amin turşusudur. Bu ortaq deyil. Natrium hidroksid ilə reaksiyaya daxil olur hər ikisi. Adi şəraitdə bərk haldadır. Sirkə turşusu may haldadır. Metil spirt ilə reaksiyaya daxil olur. Hər ikisi reaksiyaya daxil ola bilər. Cavab olacaq 43'də C. 44. Amin etan turşusu beta alanin. Əmələ gətirdiyi dipeptid. Amin etan turşusu burada formulu var. NH2 CH2 COH-dır. Bir də beta alanin. NH2 CH2 CH2 COH. Bunlar əmələ gətirib dipeptid. Çünki 2 də amin turşudur. Dipeptid isə bir dənə su ayrılacaq. İndi bizə nə lazımdır? Dipeptidin kütləsi. Amin turşumuz bu 75, bu da 89. Suyda çıxdıq. İndi dipeptidin kütləsini tapmaq üçün bunları başlanğıcdakiləri toplayırıq. 14, 164. Çıxırıq suyun kütləsini. 6, 146 eləyəcək. Demək, dipeptidin kütləsi 146'ya bərabər imiş. 44'də olacaq A variantı. 45. Anilin hansı maddələrlə reaksiyaya daxil olur? Anilin bromun su məhlulunu rəngsizləşdirir. Natrium hidroksidlə reaksiya daxil olunmur. Amonyakla reaksiya anilin daxil olar. Oksigenlə burada əslində üzüdürsən, yox. Amonyakla reaksiya daxil olunmur. Oksigenlə bəli yanma reaksiyası var. Xlorid turşusu ilə də həmçinin reaksiyaya daxil ola bilər. 45'də olacaq D variantı. 46. Polipeptid tərkibində peptid rabitələrin mol sayı 5'dir. Tam hidrozinə sərf olunan suyun kütləsi. Demək, əgər peptid rabitənin sayı 5'dirsə, həmişə yadda saxlayın. Yəni peptid rabitə sayı 5'dirsə, götürülən amin turşunun sayı peptid rabitədən bir vahid çox olur. Demək ki, amin turşu 6 dənə imiş. Ondan alınıb
əgər yəni bu 6 dənə amin turşu götürülübsə, heksapeptid alınır və 5 dənə də su ayrılacaq. İndi bu zaman hidroliziya sərf olunan suyun kütləsi deyirsə 5 mol su var. 5 vur 18. Bu edəcək 90. 47. Hansı maddələr nitro birləşmələrə aiddir? Nitrogliserin. Nitrogliserin bu mürəkkəb efirdir. Yəni bu birinci nitro birləşmə deyil. 2,4,6 trinnitrotolol, bəli, bu nitro birləşmədir. Nitrobenzol həmçinin nitro birləşmədir. Trinnitroselluloza nitro birləşmə deyil. Nitrometan nitro birləşmədir. Nitro birləşmədir, dinitroglikol nitro birləşmə deyil. 47-də olacaq 2, 3, 5. Demək, amillər, amin turşular, suallar mövzusuna olan bütün suallara baxdıq. Ümid edirəm ki, hər bir sual sizə aydın oldu. Qaranlıq məqam qalarsa, rəylərdə suallarınızı ünvanlaya bilərsiniz. Özünüzə yaxşı baxın. Növbəti videoda görüşərik.